Firqə radiosu. Eine aserbaidschanische Sendung von Radio Flora. Danışır Azərbaycan Demokrat Firqəsi. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدا صدای فرقه دموکرات آذربایجان است. Ben direm yurdumuza kezbakanlar yok olsun, böhtan deyip adımıza şer yapanlar yok olsun, halkımızın igitliği düşsün dilden dillere, emelleri yadigar tek kalsın ilden illere. Ben direm Azerbaycan kahramanlar yurdudur, şücaatli Sattarxanlar, Ağırxanlar yurdudur. Döş qazar şahlarını yola salmış bu diyar, onun her bir karşında ecdadımın hakkı var. Aziz kardeşler, firqemizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedik. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyirlər. İranda böyük mübarizə başlanmışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaqdır.
Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizə. زبان علامت ملته. اگر ملت زبان ندارد اون ملت نیست. ما ترک زبانیم. آذربایجانی، آذری، ترکی. bizim dilimiz belədir. ولی به ما میگن ترک. ما ترک نیستیم. ما آذربایجانی هستیم، ترک زبان. ترکمن ها هم ترک زبانند. ازبک هم ترک زبانند. کازاک ها، کرگز ها، تاتارها، تماما اینها ترک زبانند. ما هم ترک زبان ولی ترکیه آذری. ترکیه عثمانی هست. ترکیه عثمانی. Osmanlı Türk'ü. Hər bir millətin dili onun milli varlığının əsas mehvəridir. Eləcə də biz Azərbaycan türklərində ana dilimiz olan Azərbaycan türkçəsi milli varlığımızın əsasını təşkil edir. İllər boyu İran mərkəzi hakimiyyətlərinin tərəfindən məktəblərimizdə tədrisinə qadağa qoyulmasına baxmayaraq, analarımızın laylayında, ata-babalarımızın deyimlərində və eləcə də dəyərli yazıçılarımız, şairlərimiz qiymətli əsərlərində bu zəngin dili qoruyub saxlamışdırlar. Amma təəssüflər ki, son zamanlarda bəzi milli fəallarımız düşünərkədən və ya düşünmədən ədəbi baxımdan zəngin dilimizin məzmununu qrammatik cəhətdən səviyyəsini aşağı salırlar. Belə ki, bəziləri danışıqlarında, yazılarında zəngin Azərbaycan türkçəsini Anadolu türkçəsi ilə səhv salıb qarışdırırlar. زبان هر ملتی محور اساسی هستی آن ملت است. برای ما ملت ترک آذربایجان نیز زبان مادریمان، زبان ترکی آذربایجانی محور اساسی هستی ما را تشکیل می‌دهد. بدون در نظر گرفتن ممنوعیت زبان مادریمان در طول سالها در مدارس، مادران ما در لالایی‌های خود، پدران و پدربزرگان ما در گفته‌ها و نصیحت‌های خود، نویسندگان و هنرمندان و روشنفکران ما در آثار ادبی، هنری، فرهنگی خود زبان ما را حفظ کرده و از آن نگهداری کرده اند. اما متاسفانه در زمانهای اخیر تعدادی از فعالان ملی آذربایجان آگاهانه و یا ناآگاهانه، خواسته و یا ناخواسته، از دید ادبی ارزش و قرب و منزلت زبان ترکی آذربایجانی را از لحاظ گراماتیک پایین آورده تا آنجا که تعدادی از این فعالان زبان غنی ترکی آذربایجانی را با زبان ترکی آنادولو اشتباه می‌اندازند. Bayramdır, bayramdır 12 Şəhrivar bayramı. Tarixi müraciətnamə 12 Şəhrivar bəyannaməsinin 70-ci il dönümü Azərbaycan xalqın fəalə, kəndçi, zəhmətkeş, ziyalılar
Mübariz, fədakar, inqilabçı oğlan və qızlarına mübarək olsun. Şanlı günler göreriz biz gelen ayıbede yarı. Şanlı günler göreriz biz gelen ayıbede yarı. عید است، عید است، عید 12 شهریور، 70مین سال انتشار مراجعتنامه تاریخی بیانیه 12 شهریور بر همه کارگران، دهقانان، زحمتکشان، مبارزین، آزادیخواهان و انقلابیون کشور کثیرالمنه ایران مبارک باد. Rastlarım kalbimde sonsuz hürmet Azerbaycan'a gayret. Dünyada bir kıymet Azerbaycan'a. Vuruş öz xalqınla sən də yan yana, qır tök düşmanları mərd mərdana, qov öz vətənindən işğalçıları, hər istimarçını, hər zulümkarı. Qorxma, döyüşlərdə axsa da qanın, yaxud dodağından çıxsa da canın, dayan, qoy düşmənlər tarmar olsun, sənin də vətənin bəxtiyar olsun. Doğsun qızıl günəş, açılsın səhər, sənin də ellərin olsun bəxtivər. Səhənd. Əziz və hörmətli dinləyicilər, dəyərli eşidənlərimiz, sizi Azərbaycan Demokrat Firqəsinin internet radiosunun növbəti verilişi ilə 2015-ci ilin sentyabr ayının 4-də internet radiosunun www.radioflora.de ünvanında yenidən salamlayır və sizə bu verilişləri təqdim edirik. Əziz eşidənlər, bugün bütün Azərbaycan xalqının tarixi bayramı olan, hər il ənənəvi surətdə qeyd edilən və xalqımızın yaddaşında gözəl bir gün kimi qalan 12 Şəhrivər bəyannaməsinin qəbul edilib dərc olunmasından 70 il ötür. Biz də sizi bu tarixi bayram münasibəti ilə təbrik edir və bugünkü verilişimizi həmin bayramın il dönümünə həsr edirik. Bugünkü proqramımızda müxtəlif verilişlər, söhbətlər və şeirlərlə sizin huzurunuzda olacağıq. Bizimlə qalın, bizi dinləyin. Biz ömür yollarında ağarsaq da baş, yenə də birlikdə olacağıq biz, qoşa vuracaqdır ürəklərimiz. با سلام خدمت شنوندگان عزیز و با وفای فیلگر رادیوسو که در تاریخ 4 سپتامبر سال 2015 در 70مین سال روز انتشار مراجعتنامه تاریخی بیانیه 12 شهریور صدای ما را، صدای کارگران، دهقانان، زحمتکشان، دموکرات‌ها، آزادیخواهان، روشنفکران و انقلابیون آذربایجان را در سراسر جهان میشنوید. با بهترین آرزوهای قلبی برای تک تک شما عزیزان در کار و زندگی و پیکار و مبارزه برای به دست آوردن طبیعی ترین حق و حقوق انسانی خود، یعنی آزادی، دموکراسی، عدالت اجتماعی، برابر حقوقی زنان با مردان و حق تعیین سرنوشت به دست خود تا سرحد جدایی و یا زندگی داوطلبانه مشترک با هم و در کنار هم، ویژه برنامه 12 شهریور را تقدیم حضور شما عزیزان می‌کنیم. امروز با صحبت‌ها و برنامه‌های مختلف در خدمت شما عزیزان خواهیم بود. با ما باشید و به برنامه فیلگر رادیوسو، رادیوی اینترنتی فرقه دموکرات آذربایجان گوش فرا دهید. Ah mən leyləyərəm, məni sən unutsan, məni sən unutsan.
yanakları Gönül ister gezeye dağlar Al elvandır yanakları Gönül ister gezeye dağlar Ne durupsuz düşmanlar Gelmeyesin gezeye dağlar Ne durupsuz düşmanlar Gelmeyesin Her derdin davasını axtarmaq gerek. Ne çıkar yıkılıp zarıldamaktan? Talaşsız kolların kuvveti olmaz. Yol gitmese çatmaz məqsədə insan. Alıram əlimə təlaş əsasın. Eğer göydən yerə qətran yaxsa da üzüb keçməliyəm zülmət dəryasın. Səhən Göyler kadar zirven uzak Gölgeni olur kuzeye dağlar Göyler kadar zirven uzak Gölgen koştur kuzeye dağlar Yolun haça kayan uzak Maral kime değerdin açay Yolun haça kayan uzak Maral kime değerdin açay Zalim komşu koyulur kaçay Düşür bizden gizeye dağlar هفتادمین سال انتشار مراجعتنامه تاریخی بیانیه 12 شهریور. هموطنان عزیز، فرقه دموکرات آذربایجان با انتشار بیانیه 12 ماده‌ای مشهور به 12 شهریور در تاریخ 12 شهریور ماه سال 1324 موجودیت خود را اعلام کرد. این بیانیه به دو زبان ترکی آذربایجانی و فارسی در سراسر ایران منتشر شده و مانند انفجار بمب همه نیروهای سیاسی را حیرت زده کرد. طبقه حاکمه و روشنفکران سرسپرده جنجال و هیاهو به راه انداختند که ای وای تجزیه طلبان میخواهند آذربایجان را از مام میهن جدا سازند. اما نیروهای مترقی کشور کثیرالمنه ایران به ویژه ملت آذربایجان نسبت به تشکیل فرقه دموکرات آذربایجان نظر دیگری داشتند. دو روز بعد از انتشار بیانیه 12 شهریور اولین شماره از دور دوم روزنامه آذربایجان ارگان رسمی فرقه دموکرات آذربایجان در تاریخ 14 شهریور سال 1324 منتشر شد. در نخستین شماره روزنامه آذربایجان سرمقاله‌ای تحت عنوان "فیرگمیز ایشه başladı" فرقه ما کار خود را آغاز کرد به قلم پیشوری کبیر به چاپ رسید. اینک توجه شما را به این مقاله که با قلم شیوای پیشوری کبیر نوشته شده است جلب می‌کنیم. Kızıl gülüm dastayam ben, bülbüləmə dastayam ben, gözürəm ben qəmli görən deyir. Firgemiz işe başladı. Düşenbe günü firgemizin müracaatnamesi intişar taptı. Bu müracaatname halkımız tarafından geniş teveccüh ve büyük rəğbət ile karşılandı. Minlərcə Azərbaycanlı Azərbaycan şəhərlərində müracaatname yapıştırılmış divarların qabağında toplanıp ürək döyüntüsü ile onu axirə qədər oxudu. İsti istiqbal ve hərarətli təvəccüh gösterdi ki, tuttuğumuz yol düz ve intikab ettiğimiz hedef doğrudur. Ayrı düştüm illərləmə, ancaq səndən ayrı
gəlsən. Bizim başqa firqələr kimi xalqı cəlb etməkdən ötəri ali sözlər ilə deyil, həqiqi yol göstərmək məqsədi ilə başladığımız yolu xalq özü gözəl bir surətdə təşxis verdiyi üçündür ki, müraciətnaməmiz umum xalq tərəfindən bu qədər həvəs və rəğbət ilə qarşılanmağa səbəb oldu. Müraciətnaməmizin dili olduğunca aydın və sərihdir. Burada xalq istəkləri, arzuları, ehtiyacları çox aydın bir surətdə göstərilmişdir. Biz İranın istiqlalına əlaqədar olduğumuz ilə bərabər Azərbaycan xalqının fərhəngi ixtiyaratı və öz müqdəratının öz gücü ilə təyin etməsini arzu edirik. Biz öz dilimizdə fərhəng, behdaş və dövlət idarəsi tələb edirik. Öz dilimizdə kitabımız, ruznaməmiz və ədəbiyyatımız azad bir surətdə vücuda gəlmək ilə xalqımızın mütərəqqib bir xalq olmasına imkan verilməlidir. Biz birinci növbədə öz evimiz olan Azərbaycandan başlayıb buranın tərəqqisini təmin etməyə çalışırıq. Bunun üçün çox sadə və təbii bir təşkilat vücuda gətirməyi ciddən tələb edirik. Bu təşkilat İran Qanunu Əsası payəsini təşkil edən iyalət və vilayət əncümənləridir. Nədən oldu? İyalət və vilayət əncümənləri təzə bir təşkilat deyildir. Onun böyük və tarixi keçmişi vardır və İran xalqları məşrutə və azadlıq almaq işində Azərbaycan xalqının İyalət əncüməninin fəaliyyətinə və fədakarlığına borcludur. Ona görə də müstəbidlər və azadlıq düşmənləri birinci növbədə bu təşkilatı ortadan çıxartmağa müvəffəq olmuşdur. Firqəmiz xalqın iradə və gücünə dayanaraq bu haqqı alacaq. Onun vasitəsilə xalqımızın azadlığını və ölkənin tərəqqisini təmin edəcəkdir. Firqəmiz milli bir firqə olduğu üçün sinif və təbəqə nəzərdə tutmayıb, umum cəmaəti öz baydağı altında çağırır. Bu vasitə ilə mərkəzi hökumət və yerli məmurların liyaqətsizliyi nəticəsində meydana çıxan nifaq və bəzi yaramaz ünsürlərin narava hərəkətləri sayəsində törənən hərcümərc və şuluqluğa xatimə verəcəkdir. Ancaq səndən ayrı gəlsən, ürək deyil bədən oldu. Ruznaməmizin firqənin rəsmi naşiri əfqarı olduğu üçün müraciətnamənin əsaslarını unutmayıb, yeri gəldikcə onun təbir və təfsirinə çalışacaq və xalqın milli azadlıq üçün mübarizəyə hazırlayacaqdır. Biz bilirik ki, Azərbaycan xalqının daxili və xarici düşmənləri firqəmizin meydana çıxması ilə xuffaşların günəşdən qorxan kimi qorxuya düşüb ziddimizə qalxacaqlar. Ruznaməmiz bu xain ünsürlər ilə şədidən mübarizə etdiyinə görə oxucular üçün fövqəladə bir surətdə cəlb təvəccüh olacaq. Bu şanlı vuruşlarda biz qətlən qalib çıxmalıyıq. Çünki yolumuz doğru və məqsədimiz müqəddəsdir. Biz rəşid bir millətin haqq və ixtiyarı üçün mübarizə edirik. Azərbaycan xalqı öz azadlığını almağa bütün İran xalqlarını da isarətdən xilas edəcəkdir. Azərbaycan qəzetinin 1-ci nömrəsi 1324-cü ilin Şəhrivər ayının 14-ü. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدای فرقه دموکرات آذربایجان است.
Sevir hər kimsə elin tən vətən aşıqlarıyıq. Sevir hər kimsə elin tən vətən aşıqlarıyıq. Elinin qəmli günündə yetən aşıqlarıyıq. Elinə kim ki ola arxa o bir insandır. Belə bir yolda həyatdan ötən aşıqlarıyıq. Bu yolun yolcusu ol, yolda devam ölçüsü ol. Düzdə yox, fırtınalardan ötən aşıqlarıyıq. Bağçada güllər açır, min yaşasın bağbanın. Çöldə bağlansız o gül tək bitən aşıqlarıyıq. Qaş gözə al yanağa aşıq olanlar çoxdur. Elə bir sözlə desək biz vətən aşıqlarıyıq. Can deyip can eşderdi bu ayrı. خب شنوندگان عزیز، اینک ترجمه فارسی مقاله فیلگمیز ایشه باشلاده را تقدیم حضورتان میکنیم. فرقه ما کار خود را آغاز کرد. روز دوشنبه مراجعتنامه فرقه ما منتشر شد. این مراجعتنامه به طور وسیع از سوی خلقمان مورد توجه واقع و با رغبت بسیار مورد استقبال قرار گرفت. هزاران آذربایجانی در شهرهای مختلف آذربایجان جلوی دیوارهایی که مراجعتنامه روی آنها چسبانده شده بود تجمع کرده و آن را با هیجان تا به آخر خواندند. استقبال گرم و توجه دقیق آنها نشان داد راهی که در پیش گرفته ایم درست و هدفی که انتخاب نموده ایم صحیح است. ما برای جلب توده ها نمانند سایر احزابی که برای جذب آنها از الفاظ عالی بهره میگیرند، بلکه با نشان دادن راه راستین به آنها بود که توده ها آن را به خوبی تشخیص دادند و این سبب شد که مراجعتنامه ما از سوی عموم خلق این چنین با اشتیاق و رغبت مورد استقبال قرار گیرد. زبان مراجعتنامه ما بسیار روشن و صریح و در آن خواسته ها، آمال و احتیاجات خلق به صورت بسیار واضح نشان داده شده است. ما ضمن اینکه به استقلال ایران علاقمند هستیم، در عین حال نیز در آرزوی آنیم که خلق آذربایجان بتواند اختیارات فرهنگی و حق تعیین سرنوشت خود را به نیروی خویش رقم زند. ما این را مطالبه می نماییم که فرهنگ و بهداشت و ادارات دولتی به زبان خودمان باشد. با به عرصه وجود رسیدن کتاب‌ها، روزنامه‌ها و ادبیاتی که به زبان خودمان باشد، باید امکان ارتقاء خلقمان به مثابه یک خلق مترقی فراهم آورده شود. ما در وهله اول از خانه خودمان آذربایجان شروع کرده و در تأمین ترقی این دیار تلاش می نماییم. در این راستا خیلی جدی خواهان ایجاد تشکیلاتی بسیار ساده و طبیعی هستیم. این تشکیلات همان انجمنهای ایالتی و ولایتی هستند که پایه قانون اساسی ایران را تشکیل می دهند. انجمنهای ایالتی و ولایتی پدیده جدیدی نیستند. این انجمنها دارای پیشینه بزرگ و تاریخی هستند و خلقهای ایران در امر حصول مشروطه و آزادی مرهون تلاش و فداکاری انجمن ایالتی خلق آذربایجان می باشند. به همین خاطر نیز مستبدین و دشمنان آزادی در درجه اول کوشش نموده و موفق به از بین بردن این تشکیلات شده اند.
فرقه ما با اتکا به اراده و نیروی لایزال خلقمان این حق را گرفته و به واسطه آن آزادی خلق و ترقی کشور را تأمین خواهد نمود. فرقه ما به خاطر اینکه حزبی است ملی، به همین خاطر مختص به هیچ صنف و طبقه‌ای نبوده و عموم خلق را به تشکل در زیر پرچم خود فرا می‌خواند. بدین وسیله نفاقی که در نتیجه بی‌لیاقتی حکومت مرکزی و مأمورین محلی بروز نموده و به هرج و مرج و اغتشاشی که در سایه حرکات ناروای بعضی عناصر نالایق ایجاد شده است پایان خواهد داد. روزنامه ما به خاطر اینکه ناشر رسمی افکار فرقه مان است، بنابر این اساس مراجعتنامه را فراموش نکرده و به تدریج در تغییر و تفسیر آن خواهد کوشید و خلقمان را در مبارزه برای آزادی ملی آماده خواهد نمود. ما می‌دانیم که دشمنان داخلی و خارجی خلق آذربایجان با ورود فرقه ما به میدان مبارزه مانند خفاشانی که از طلوع خورشید به هراس می‌افتند غرق در هراس شده و بر علیه ما برخواهند خاست. روزنامه ما به خاطر اینکه با این عناصر خائن شدیداً مبارزه می‌نماید، بنابراین برای خوانندگان آن فوق‌العاده جالب توجه خواهد بود. در این مبارزات پر افتخار ما باید قطعاً پیروز شویم، چرا که راهمان درست و هدفمان مقدس است. ما برای احقاق حق و حقوق یک خلق دلاور مبارزه می‌کنیم. خلق قهرمان آذربایجان با کسب آزادی خویش تمام خلق‌های ایران را نیز از اسارت خواهد رهانید. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدا صدای فرقه دموکرات آذربایجان است. Gözəlim qəlbimlə bağlıyam sənə, əziyyət verəydin sevən sənə. Gözəlim qəlbimlə bağlıyam sənə, əziyyət verəydin sevən sənə. خب شنوندگان عزیز، در این قسمت از برنامه توجه شما را به سخنان زنده یاد صابر امراهی صابر نبوغلو در مورد چگونگی انتشار بیانیه 12 شهریور تشکیل فرقه دموکرات آذربایجان و آذربایجان ملی حکومتی جلب می‌کنیم. Azərbaycan Demokrat Firqəsi göydən düşmə bir firqə deyildi. Azərbaycan Demokrat Firqəsi bizim əsrin əvvəllərindən bəri Səttar xanların, Bağır xanların, Şeyx Məhəmməd Xiyabanilərin, Heydər Əmoğulların və s. apardığı mübarizənin müəyyən mərhələsi idi ki, o gəldi Azərbaycan Demokrat Firqəsi formasında fəaliyyətə başladı. Buna görə də bunun kökləri çox dərindir və bəzən yerindən duran istər firqənin əleyhinə, istər milli hökumətin əleyhinə bəzi əfsanələr uydururlar. Təbii ki, bunların heç biri tarixi həqiqəti yoxdur. Bilmək istərdim, dinə bilmədim. Siz bilirsiniz ki, Azərbaycan Demokrat Firqəsinin banisi və Azərbaycan Milli Hökumətinin banisi Şeyh Cəfər Pişəvəri uzun müddət ömrünün böyük bir hissəsini Qasr Qacarda keçirdi. Onun ömrünün 11 ili orada keçirdi. ...1941-ci ildə vəziyyət belə gəldi ki, Pişəvəri demək 11 il həbsxanada, o Qasr Qacarda olandan sonra bu azadlığa çıxdı. Təbii ki, bu da müttəfiq qoşunların İrana daxil olması ilə əlaqədardır. Cənubdan İngilislər, Amerikanlılar daxil oldular. Bu şimal hissəsindən isə Şuravi qoşunları daxil oldular. Demək, bu da təbii ki, ölkədə yeni bir intibah yaratmalı idi. Pişəvəri də o zaman
demək zindandan çıxandan sonra bu çox böyük bir iş gördü. Demək azadlıq mətbuatın bir mərkəzini yaratdı bu. Bu elə belə asan iş deyildi. Çünki o dövrlə əlaqədar olaraq bir sıra mətbuat orqanları meydana gəldilər ki, bunları bir mərkəzdə birləşdirmək, onlara bir mərkəzdən idarə eləmək, onlara istiqamət vermək zamanın özünün tələbi idi. Azadlıq hərəkatının özünün tələbi idi və əgər bu təşkil olmasaydı, bəlkə də o hərəkata müəyyən qədər bu sədəmə gətirərdi. Pişəbəri Tehranda qaldığı dövrdə bunu hiss elədi ki, o Tehranda olmaqla Azərbaycanda gedən canlanmaya, azadlıq hərəkatına istədiyi kimi istiqamət vermək mümkün deyil. Və ona görə ki, bu bir adamdan asılı deyil ki, bir şəxs desin ki, mən gedirəm falan hərəkata istiqamət verəm. Demək, ona istiqamət verən, onu mübarizə mərkəzi, təfəkkür mərkəzi olan bir təşkilat yaratmaq lazımdır. Bilirsiniz, o dövrə qədər Azərbaycanda demək, Pişəbəri Azərbaycana gələnə qədər Hizb-i Tudə İranın təşkilatı vardı, Azərbaycan təşkilatı, onlar fəaliyyət göstərirdilər. Hətta o dövrdə bir sıra mütərəqqi mətbuatlar, Azərbaycan qəzeti kimi böyük bir qəzet nəşr olundu. Və o qəzet ətrafına yığdı o mütərəqqi adamların hamısını. Amma Pişəbəri Təbrizə gələndən sonra hiss elədi ki, bütün bunların hamısını bir mərkəzdə birləşdirmək lazımdır. Ona görə onun böyük səyi nəticəsində, onun təşəbbüsü nəticəsində, onun can yandırması nəticəsində Azərbaycan Demokrat Firqəsinin bünövrəsi qoyuldu. Və bu da heç də göydən düşmə deyildi. Yəqin sizin tarixi həqiqətlərdən xəbəriniz var. O zamana qədər Azərbaycanda mövcud olan Hizb-i Tudənin Azərbaycan Təşkilatının böyük bir qüvvəsi gəldi, birləşdi Azərbaycan Demokrat Firqəsinə. Demək, onun sıralarında başladılar mübarizə aparmağa. Keçdi qəlbimdən ilk dəfə sahildə gördüm onu mən gizli bir üşütmək keçdi qəlbimdən. O dövrdə Azərbaycanda çox böyük bir əhval-rüya vardı, yüksəliş vardı. Çünki bilirsiniz, Rıza Şah 25-ci ildə, 1925-ci ildə iş başına keçəndən sonra Azərbaycanın əl-ayağını elə yığıb, elə bil ki, bir dənə rezin kimi yığışdırmışdı bir bağlamanın içinə. Və onun hakimiyyəti, onun o istibdadı dağılandan sonra sanki bunların qol-qanad açmasına da böyük meydan yarandı. Dolandı bahar yaz, dolandı. Azərbaycan Demokrat Firqəsi Azərbaycanın bütün həyatına, mədəni, elmi, təhsil, bütün həyatına bunların rəhbərlik eləmişdi. Demək olar ki, onun həyata keçirdiyi tədbirlər, islahatlar o qədər böyük idi ki, çoxları belə deyirlər ki, məsələn, Rıza Şah diktaturasının 50 ildə həyata keçirə bilmədiyi tədbirlər bu 1 ildə keçirdi yazar. Və bu da onunla əlaqədar ki, bu xalqdan qidalanırdı. Xalqın mənafeyini təmsilləməyi özünə ideya seçmişdi. Məsələn, yadına salım, indi əgər Milli Hökumətin həyata keçirdiyi tədbirlərdən söhbət açmalı olsaq, Azərbaycan Dövlət Darülfünunu yaratdı. O, Azərbaycan Milli Filarmoniyasını yarattı. Azərbaycan Milli Teatrını yarattı. Məktəblər açdı, saraylar açdı. Savadsızlara savad vermək üçün əməlli başlı tədbirlər gördü. Kəndliyə torpaq verdi, fəhliyə iş verdi, tələbiyə mədəniyyət verdi. Bunların hamısı elə islahatlar ki, bu xalqın həyatı ilə bağlı olan, ona görə də xalqı bu rejimə, milli hökumətə belə həddindən artıq möhkəm tellərlə bağlayan məsələləridir. Bəzənib gül kimi qonaq otağı, mən toya çağırıldım bir axşam çağı. Bəzənib gül kimi qonaq otağı. Yenə görüşünə gəlmişik sənin. Yenə görüşünə gəlmişik sənin. Mənim itən ömrüm, itən bayramım. Könlümün başında bir çınar kimi ucalan bayramım, bitən bayramım. Səndə ölərəm, varım sən ilə yarı bölərəm. Təbrizim, Təbrizim, gözəl Təbrizim, gözəllər içində əzəl. Yenə görüşünə gəlmişdir sənin, miskilin istəyin, diləyim mənim.
Ağarmış saçından öpmək istərəm. Sənin yanındadır ürəyim mənim. Yenə görüşünə gəlibdir sənin neçə oğlun, qızın, Təbrizin. Bilmirəm haçan güləcək sənin o dumanlı üzün, Təbrizin. Qədrini ayrılıq çəkənlər bilər. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Hicranla göz yaşım. Ümidlər yığışıb sinəmin üstə, azadlıq yolunu izləyir onlar. Arzular əl çəkmir öz inadından, sənin gəlişini gözləyir onlar. Sənin gəlişini gözləyir onlar. Bağından gül çiçək dərdim Təbrizim. Yenə təzələndi dərdim Təbrizim. Ağlasan ağlaram, gülsən gülərəm. Səndə yaşayaram, səndə ölərəm. Varım sən ilə yarı bölərəm. خب شنوندگان عزیز، در این قسمت از برنامه توجه شما را به صحبت‌های زنده یاد امیرعلی لاهرودی در مورد شرایط آن روز کشور کثیرالملت ایران و ضرورت تشکیل یک حزب انقلابی که مبارزات مردم آذربایجان را رهبری کرده و به سرمنزل مقصود برساند جلب می‌کنیم. فرقه دموکرات آذربایجان در شرایط خاص سیاسی بین المللی تشکیل شد. تشکیل فرقه دموکرات آذربایجان یک روز بعد از تسلیم بلا قید شرط دولت ژاپن صورت گرفت و علت تأخیر فرقه دموکرات آذربایجان به این سبب بود که دو اردوگاه ضد فاشیست یعنی شوروی و آمریکا و انگلیس درگیر در جنگ خونین بودند. ارتش انگلیس و شوروی برای جلوگیری از نفوذ جاسوسان و خرابکاران آلمانی در ایران و همچنین برای رساندن مهمات اسلحه از طریق خلیج فارس به اتحاد شوروی در ایران حضور پیدا کردند و همه همت رو روی این گذاشتن که در ایران وضعی موجود حفظ شود و برای پیروزی بر فاشیسم تمام امکانات بین المللی از شوروی پشتیبانی کنند و از طریق ایران این کمک بهترین و کوتاهترین راه بود. آذربایجان ریسک کرد تا یک قیام مسلحانه دست بزنه. یعنی وضع اینجور بود که پس چه باید کرد؟ متفقین میروند، بعد از 5-6 سال ایران همون ایرانی میماند که در دوران رضا شاه بود. فقط یک دیکتاتوری کم بود در همون دوران جنگ، اون دیکتاتوری هم مستقر میشود و باز هم برمیگرده همون تاس، همون حمام کهنه. بنابراین فقط و فقط حرکت در شمال ایران یعنی مازندران و گیلان و آذربایجان یک حرکات بزرگ سرنوشت ساز ممکن بود. پیشاوری گفت که ما در سر دو راهه قرار گرفتیم، یا آزادی و دموکراسی در سراسر ایران منتها مانند انقلاب مشروطیت آغاز این عملیات حرکت از آذربایجان و یا تحمل دیکتاتوری سیاه رضاخان. و اگر در سراسر ایران حرکتی قیام ضد استبدادی به وقوع نمی پیوست، طبیعی است که همون سیستم دولتی میموند و دیکتاتوری هم اعمال میشد و مردم ایران هم 90% بیسواد بودند. در شهرها هم یک دبیرستان، چند تا دبیرستان وجود داشت که تعداد کمتری از جوانان
تحصیل کرده بودند. یک حکومتی هم وجود داشت و دیکتاتوری را احیا می کرد و سرصدا هم به وجود نمی آمد. من کرvan بلم کتم هموطنان عزیز، ضرورت تشکیل فرقه دموکرات آذربایجان به استقبال همه طبقات و اقشار مترقی جامعه نشان داد که مردم آذربایجان بیش از این در مقابل تعدیات تهران کوتاه نمی آیند و در صددند دست به عملیات قاطعانه بزنند و دست مأمورین فاسد را از اداره امور آذربایجان کوتاه کنند و امور محلی را به عنوان حق قانونی در دست بگیرند. برای اجرای این هدف فرقه دموکرات آذربایجان راه قانونی را در پیش گرفته و در چارچوب قانون اساسی کشور ایران وارد عمل شد. در آبان ماه سال 1324 کنگره سرتاسری با حضور بیش از 700 نفر در تبریز برگزار گردید. نمایندگان این کنگره به شکل دموکراتیک از جانب مردم انتخاب شدند. کنگره اوضاع جهان و ایران به خصوص اوضاع آذربایجان را مورد مذاکره و بحث قرار داد. هیئت ملی 29 نفره را انتخاب نموده و هیئت ملی تا انتخابات مجلس ملی آذربایجان اداره امور آذربایجان را به دست گرفت. اعلامیه نهایی کنگره به شاه، نخست وزیر، مجلس و به کنسولگری‌های مقیم تبریز ارسال شد. هیئت ملی آذربایجان کمیسیون برگزاری انتخابات مجلس ملی آذربایجان را تشکیل داد و قانون انتخابات را تصویب نمود. در انتخابات مجلس 101 نفر نماینده از سوی مردم با رأی مخفی به نمایندگی برگزیده شدند. در اولین اجلاس مجلس ملی آذربایجان به پیشوری کبیر مأموریت داده شد تا کابینه دولت را تشکیل داده و به مجلس معرفی نماید. پیشوری کبیر در دومین جلسه مجلس ملی برنامه دولت را تشریح و اعضای کابینه را معرفی نمود. بعد از مذاکرات و بررسی برنامه و کابینه دولت رأی اعتماد گرفت و بدین ترتیب در آذربایجان حکومت ملی خودمختار بر سر کار آمد. از این تاریخ به بعد آذربایجان در داخل ایران و با تأکید بر حفظ تمامیت ارضی ایران به اداره امور داخلی پرداخت. آذربایجان دموکراتیک تحت رهبری پیشوری کبیر 40 سال بعد از سرکوب انقلاب مشروطیت به قانون اساسی کشور کثیرالملل ایران محتوای واقعی داد. عنوان مشعلدار آزادی به همه ایران و حتی خاورمیانه روشنایی بخشید. آمریکا با همکاری انگلیس حاکم بر مناطق نفتی ایران سرکوب آزادی را هدف عاجل خود قرار داده بود. برای همین منظور دولت دست نشانده حکیمی را وادار ساخت شکایتی علیه شوروی به شورای امنیت سازمان ملل متحد تسلیم نماید. شایان ذکر است که 21 آذر در نیمه دوم دسامبر اوایل دهه سوم آذر ماه پیروز شد و حکومت ملی نیز در اواخر آذر ماه تشکیل گردید. حکیمی به دستور شاه مسئله آذربایجان را به شورای امنیت ارجاع کرده و ضمن نطقی در جلسه 25 دی ماه سال 1326 برابر با 15 ژانویه سال 1946 مجلس موضوع ارجاع مسئله آذربایجان به شورای امنیت را به اطلاع مجلس رساند. به عبارت دقیق‌تر 20 تا 25 روز
پس از تشکیل حکومت ملی آذربایجان مسئله آذربایجان جنبه بین المللی به خود گرفت. اینک در همین رابطه توجه شما را به نامه‌ای که پیشوری کبیر به سازمان ملل متحد نوشته است جلب می‌کنیم. Yarın bir baş giden oldu, can deyip can eşiterdi, bu ayrılık neden oldu? Seyid Cəfər Pişəvərinin 1946-cı il BMT-yə müraciəti. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir. Əsrlərin keçmə-keçində o öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq onun sərvətini amansızcasına taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı. Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları Azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir. Onların dilini əlindən almaqdan, hər cür təhqir edici əməllərdən çəkinmirdilər. Buna baxmayaraq, Azərbaycan xalqı bir gün də olsun öz azadlığı uğrunda mübarizəni dayandırmadı. Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttər xan, Bağır xan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatlarıdır. Bu cəsur insanlar mübarizənin başçıları həm də şəhidləri idi. Qanlı faşizmin üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait yaratdı. Tehran hökumətinin müqavimətinə baxmayaraq, bu ilin 21 Azərində Azərbaycan xalqının əsrlərdən bəri apardığı mübarizəsi qələbə ilə başa çatdı. Atlantik Xartiyasına uyğun olaraq Milli Məclisin Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələndi. Azərbaycanda demokratik əsaslara dayanan milli hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb. Karvan ben alıp çıkacağım. 5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcəkdir. Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır. Yəni, demokratik Azərbaycan hökuməti qısa vaxt ərzində ictimai, iqtisadi, mədəni sahələrində ciddi dəyişmələr edə bilib, daxili təhlükəsizlik tam bərqərar olunub. Yeni milli hökumətinin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla da o, öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir. Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan ona öz taleyini özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin. 28 yanvar 1946-cı il. İshab ulağında, Araz qırağında, Sonalı göllərdə dararsın ilk bahar çağında. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدا صدای فرقه دموکرات آذربایجان است. Mavi ışık.
نور آبی Bulutlar tutulup, yıldızlar içip, zaman ilerleyip, yaman da olsa, dilesen kainat özün içirip, tersine fırlanır, yaşa da dolsa. Yüreğim çırpındı, çölüm darıktı, bahçamın gülleri saraldı daha, hayalım elim tek yarık yarıktı, gen dünya başıma daralır daha. Kara zulmet yeli esir, hey esir, güneşten haber yok, yazdan haber yok, zalimin kılıncı dalga bahçesiz, nəğmədən haber yok, azdan haber yok. Uçuktu bülbüller, soluktu lale, içikti duygular dem denizinde, yetişip alçaklar yüksek zelale, hicikler boğulur dem denizinde. Düşünen, düşünür düşüncelerde, hayat seyreleyir tuttuğu yolu, banlayır baykuşlar har gecelerde, bahçamız bülbülle doludur dolu, dün gece hayale düşmüştü Babek, el ara her yiğit solaklaşarken, elden cileyliydi, küsmüştü Babek, söyledi hayaldan uzaklaşarken, zulmün karşısında tutmak ne demek? Zulmün karşısında tutmak ne demek? Barışık zulmetle nemcidir bize. İçikin yaraşmaz başına ürpek, otağa yaraşık kalkandı neyze. Şimşek gecenin bağrını yarın, korkmayın ölümden, korkmayın dardan, köküne tezizden müsibetlerin. Köküne tezizden müsibetlerin. Alın elimizi kan soranlardan, Babek sözleriyle heveslenmişem, gezilen yurdumun nel balasını, azatlık eşkiyle heveslenmişem, uzaldan yeneceğim ben duasını. İncimişti kaldık dem deryasından, gelseydi güneşin bir ışığını, ayrılan değil o özle yasından, hicikli görsünür yaraşırını. Sağ olun. Əziz dinləyicilər, bununla da Azərbaycan Demokrat Firqəsinin internet radiosunun bugünkü verilişi sona yetir. Sizə xoş günlər və xoş əhval-ruhiyyə arzusu ilə sizdən ayrılırıq. Sağlıqla qalın. Gələn həftə bu vaxt efirdə yenidən görüşənədək. Gözəller işlə sənin şöhrətin düşüb dilə. Ne hurde ne peride bile melahet olur. خب شنوندگان عزیز، برنامه این هفته فیلگر رادیوسو رادیوی اینترنتی فرقه دموکرات آذربایجان در اینجا به پایان میرسد. تا هفته آینده شاد و خوش و خرم باشید. Rüsale yetmək olursa nəsib məhzuna, bu xəstə könlümə onda gözəl cəvabə dolacaq mən aşıqam halına, üzdən qoşaq halına. Mən aşıqam halına, üzdən qoşaq halına. Lala benefşe itmez yarın gül cemalına. Lala benefşe itmez yarın gül cemalına. Ellerin yandara kız, eyle derdime çara kız. Ay kaşı gözü kara kız, gel eyle derde çara kız.
ellerini